James Allen'in yazdığı Düşüncələrin Gücü kitabı araşdıracağıq. Bu kitab haqqında qısa danışacağam. Almaq istəyən yoldaşlarımıza da alına bilərmi, alına bilməzmi, o haqda bir məlumat verəcəm. Kanalıma xoş gəldiniz. Əvvəla kitab Düşüncənin Gücü adında bir kitabdır. James Allen tərəfindən yazılıb. İnsan nə düşünürsə odur. Düşüncənin gücündə düşüncələrin insanları idarə edə biləcəyi, insanın nə düşünürsə o olacağı və düşüncələrin gücündə nələr bacara biləcəyini bizə göstərməyə çalışır. Düşüncə dediyimizdə, məsələn, bir hədəfi düşünmə, bir planı düşünmə, sabah edəcəyini düşünmə, pis bir düşüncə, bu düşüncələr sonunda reallaşacaq düşüncələrə çevrilə bilər. Təbii ki, də o bizim qərarlarımızdan asılı olan bir şeydir. Düşüncənin gücü də burada önəmli olur. James bu kitabda nə deyirdi? James deyir ki, düşüncələrini idarə et, uğurun formulunu bunda tapa biləcəksən. Düşüncə, sən pis bir şey düşünsən, pis xarakterdə olacaqsan, yaxşı bir şey düşünsən, yaxşı xarakterdə olacaqsan. Məsələn, gün boyu ölüm, ağrı, faciə düşünsən, günün sonunda özündən xoşbəxt olmağa gözləmə. Amma bütün gün boyu motivasiya, disiplin, gələcək planların, gedəcəyin universitet, alacağın maşın, gələcəkdəki həyat yoldaşın və ya bu kimi şeyləri düşünsən, günün sonunda necə depressiv ola bilərsən ki? Biraz xəyal kimi görsənsə də, biraz məntiq çərçivəsinə oturanda, həqiqətən də kitabın dedikləri insanın beyni ilə tam olaraq uyğunluq kəsb edir. Əvvəla mən bu kitabı 2 dəfə oxudum. Çox gözəl bir kitab idi. Düşüncələrin mənəviyyat olsun, maddiyyat olsun, hər tərəfdən təsiri haqqında anlatır. Əvvəla kitabı almaq istəyən yoldaşlarımız olsa, ala bilərlər. 10-11 manat civarında olmalıdır. Digər maddəyə keçək. Düşüncənin sağlamlıq və bədən üzərində təsirləri. Sağlıqlı düşüncələr sağlıqlı insanları, zərərli düşüncələr isə zərərli insanları meydana gətirir. Qısqanclıq, paxıllıq kimi düşüncələrin arxasında travmalar, anlıq düşüncələr, özümüzə nifrət etməni, başqalarına nifrət etmə kimi göstərə bilərik. Düşüncə gücü kitabında da bundan bəhs edir. Düşüncə gücündə daha çox xoşbəxtlik, optimizm, daha çox bunları təbliğ edilir. Düşüncələrinizi idarə edərək, gündəlik meditasiyalarda yaxşı şeylər düşünərək, düşüncələrinizi dəyişdirə biləcəyiniz bir protokoldur düşüncə gücü. Düşüncə və məqsəd. Əvvəla məqsədsiz bir insan gün boyu nə düşünürsə düşünsün, hamısı pessimist şeylərdən ibarət olacaq. Sənin bir məqsədin, bir hədəfin, bir xəyalın yoxdursa, sən gün boyu da çalışsan, 10, 15, bilmədin 30 gün sonra bu sualı verəcəksən. Biz niyə çalışırıq? Biz niyə bunu edirik? Biz niyə gedib oyun oynamaq yerinə oturub burada dərs çalışırıq? Biz niyə uşaqlarla dincəlməyə getmək yerinə, yoldaşlarımızla dincəlməyə getmək yerinə oturub burada dərs çalışırıq? Və ya məsələn mənim özüm, mən niyə bu videonu çəkirəm, mən niyə bu kitab haqqında tövsiyə verirəm kimi məqsədsiz və özünü çaşdıran sualları özünə verməyə başlayacaqsan ki, mən də özümə bilirdim, bəzən bu da məni yoldan çıxardırdı. Ona görə bir məqsədin, bir hədəfin, bir ambition'ın olsun, bunun üzərində işləməyə, çalışmağa başla. Bu səni, necə deyim, başqasının empoze etdiyi bir şey olmamalıdır. Tamamilə sevdiyin, gözəl və mükəmməl bir şey olmalıdır. Sənin hədəfin ağlına gəldikdə eləmək istəmirəm deməməlisən. Deməlisən ki, mən bu hədəf üçün var gücümdən çalışmalıyam. Əlimdən gələni ardına qoymamalıyam. Məsələn, nümunə verim. Dərsdən getmir söhbət, ümumiyyətcə. Məsələn, bir güləşçi ol. Güləşi çox sevirsən, güləş idman növünə marağın var. Deyirsən ki, mən Azərbaycanın ən yaxşı güləşçilərindən biri olacam. Güləşi çox sevirsən, güləşlə içli dışlısan. Gedirsən, güləş istiqamətdə özünü necə inkişaf etdirə bilərsən, güləş müəllimlərindən təlimlər alırsan, güləş tüyoları alırsan, taktikalar alırsan, bilmədin, güləşə getmədin, gedirsən trenajora, kürək işləyirsən və ya bilək işləyirsən ki, qavrama gücünü artırasan və güləş istiqamətdə özünü inkişaf etdirirsən. Adicə şəxsi inkişafda da bu yolda bizə bunu bəhs etməyə çalışır. Sən nə qədər düşüncə, hədəfin üzərində düşünsən, bir o qədər ona şaxələnən kanallar açmış olacaqsan. Məsələn, bunu bir internet şəbəkəsi kimi düşün. Ortada bir modem var. Bu modem sənin hədəfindir. Bu modem müxtəlif tərəflərə şaxələnir. Məsələn, A şaxəsi, B şaxəsi, C şaxəsi. Bu A şaxəsi sənin modemə gedəcəyin yol, B şaxəsi modemə gedəcəyin yol, C şaxəsi isə sənin modemə gedəcəyin yol ola bilər. Sən uyğun olan yolu seçib modemə doğru, yəni hədəfinə doğru irəliləmək zorundasan. Əvvəla yenə təkrar edəcəm.
Bu hədəf sevdiyin bir şey olmalıdır. Sevmədiyin bir şeylə məşğul olma. Çünki günün sonunda onun nə sənə, nə də başqalarına heç bir faydası olmayacaq. Buna görə hər zaman bir məqsədiniz olsun. Uğurda düşüncə faktoru. Uğurlu insanlar daha çox düşüncələrini idarə edə bilirlər. Bax, özün haqqında pis düşüncələrə qapılma. Mən də bu səhv edirəm, sənin etməməyi istəyirəm. Mən pisəm, mən beləyəm, mənim genetikam pisdir, mən yaraşıqsızam, mən çirkinəm, mən bacarmaram, mən etmərəm. Bax, bu düşüncələr sənə vicdan əzabı çəkdirsə də, günün sonunda heç bir şey qazandırmır. Ona görə bu düşüncələrə yol verməməlisən, yol verməməliyəm, yol verməməliyik. Bu hamımıza aiddir. Bu, bax, məntiqli cəhətdən düşün. Bir ana niyə oğlunu danlayar? O hərəkəti etməsin deyə. Bizim də beynimiz bizə valideynlik rolu eləməyə çalışır. Amma günün sonunda biz özümüzdə faydalı bir şey görmürük. Bax, necə edə bilərsən uğurda? Məsələn, uğursuzluq anı yaşadın, sən pissənsə eləsin, yox, otur. Məsəl üçün, sən niyə uğursuzluq yaşadın? O özünə bu sual verəcəksən. Məsələn, Azərbaycanda sınaq oldu. 25 sualdan 15 düz yazdın. Belə deməsən. 15 düz yazdım. Tay durub deməməlisən ki özünə. Ayda mən zəifəm, mən oxumuram, mən eləmirəm. Bu sözləri özünə deməməlisən. Bunu deməlisən. Mən niyə 15 düz yazdım? Mən niyə bu qədər az düz yazdım? Mən görəsən nəyi səhv etdim ki də getdim 15 düz yazdım? Daha çox yaza bilərdimmi? Yoxsa nəticəmi artırmışammı? Önümdə bir şey varmı? Bir hədəf varmı? Bunu artırmaq üçün nələr etməliyəm? Bunu artırmaq üçün başqa nələrə ehtiyac duyuram? Artıq bu sənin növbəti imtahanda, yəni bu 30 günlük müddət ərzində imtahanı sonuncu günə saxlamağı qarşısını alacaq. Xəyallar və ideallar. Xəyal qurarkən biraz gerçəkliyə də keçmək lazımdır. Sadəcə xəyal quraraq günün sonunda bir şey əldə etməyəcəksən. Məsələn, bizim tanıdığımız bəzi idmançılar, bəzi yarışçılar, bəzi bilim insanları da buna nümunə ola bilər. Məsələn, bir çoxumuz tanıyır Cristiano Ronaldo. Hamımız onu dünya məşhuru futbolçu, futbol karyerasında uğurlu olmuş bir şəxs kimi tanıyırıq. Amma çoxlarımız onun gəncliyində necə bir həyat keçirdiyini, necə çətin təlimlərdən keçdiyini, necə çətin bir uşaqlıq dönəmi keçirdiyindən xəbərimiz yoxdur. Hətta bəzi video roliklərdə belə onun xadimə kimi işlədiyini də görə bilirik. Hüseyn Bolt olsun. Hüseyn Bolt qaçış üzrə bir çempiondur. Ancaq heç kəs onu, hamı onu 100 metrə qaçarkən görür. Heç kəs onun uğursuzluqlarını, qəmginliklərini, hüzünlərini, depressiyalarını, düşüncələrini görə bilmir. Biz sadəcə uğuru görə bilirik. Amma hər uğurun arxasında bir uğursuzluq dağı yatır. Bu kitab haqqında biraz danışdım. Düşüncənin gücünün insana necə təsir edə biləcəyi ilə bağlı kitabdakı cümlələri yox da, şəxsi fikirlərimi sizlərlə bölüşdüm. Bu kitabdan anladıqlarımı sizə anlattım da deyə bilərəm. Əminəm faydalı bir video oldu. Kitabı almaq istəyən yoldaşlarınız istənilən mağazalar şəbəkəsinə yaxınlaşıb ala bilərlər. Başqa deyəcəyim ola bilər ki, bildiyiniz kimi bu yaxınlarda bir WhatsApp kanalı açıq. WhatsApp kanalında günlük motivasiya cümlələri, anketlər, video paylaşımları və kanal haqqında müəyyən xəbərləri paylaşıram. Səmimi bir ortam qurmağa çalışıram. Əgər həmin kanala qatılmaq istəsən, ekrana qoyacağım QR kod vasitəsilə kanala qatıla, yeniliklərdən xəbərdar ola bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol, salamat qal.